Uşaqlar, sifətin dərəcələri stepin. Dərəcə ancaq sifətdə olur, başqa hissəsi nə olur? Bəs nəyin dərəcəsidir, nəyi ölçürür? Çivo mu izməriyyə? Bax, burada nəyi ölçürür? Əlamət və keyfiyyəti. Niyə? Çünki sifət nəyi bildirir? Əlamət və keyfiyyəti. Əlamət və keyfiyyəti ölçürür. Əgər normadadsa olur adi dərəcə, normadan azdırsa olur azaltma, çoxdursa olur çoxaltma. Uşaqlar rus sektoru buna sadə deyir. Sadə yox, adi. Tipa prostoy. Adi dərəcədə heç bir göstərici olmur, yəni okончание, şəkilçi, heç nə olmur. Məsələn, yaxşı, gözəl, şirin, dadlı, duzlu, istedadlı və s. Bunlar adi dərəcədir. İndi keçirik azaltmaya. Azaltma dərəcəsi, yəni orada stepin aşağı olur. Dərəcə aşağı olur. Əlamət və keyfiyyət aşağı olur. Bu iki cür düzəlir. Morfoloji və sintaktik. Morfoloji sözün mənası şəkilçi deməkdir. To есть, с окончанием создается. Sintaktik isə söz deməkdir. Sintaktik. Yəni, с помощью slova. Hansısa sözü artırır. Yadınıza saxlayın. Dərəcədə qoşulan şəkilçilər qrammatikdir, leksik deyil. Yəni, yeni söz yaratmır. Не создает новые значные слова. Bunlar isə söz olduğuna görə sintaktik. Elə bir ki, sifətə bir dənə də söz qoşursan. Onda olur mürəkkəb. Axı, iki dənə söz olur. Deməli, morfoloji ımtıl, mıtıl, ımtıraq, mıtıraq. Yəni, sahib və samit söhbəti var. Sonra, yalnız var, şın, sov, ınsov, rak, qalmadı. Deməli, yaşıl, yaşılımtıl, yaşılımtıraq. Yaşılımtılı biz işlətmirik, məsələn, bu şəkilçini biz işlətmirik də çox. Amma o deməkdir ki, yaşıldan biraz azdır, yəni normal yaşıldan azdır. Başa düşdük? Və yaxud da qara yanız, tam qara deyil, qaradan biraz aşağıdır. Qaraşın, uzunsov, göyümsov. Baxın, burada belə bir şey baş verir, gödərək. Gödək qısa deməkdir, karotki. Sözün kökü gödəkdir. Deməli, burada nə baş verir? Rəhman, qulaq as bura səndə. Gödərək sözündə kö düşüb axı. Bunu belə ayıra bilmərəm. Burada kök şəkilçi göstərə bilmərəm.